Müəllif Allah ona rəhmət etsin deyir ki, buna dəlil uca Allahın bu sözüdür. Mərhəmətli və rəhmli Allahın adı ilə, and olsun axşam çağına. Həqiqətən insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı tövsiyə edənlərdən başqa. Allah əsrə and içdi. Əsr isə dəhirdir, yəni zamandır. O zamandır, çünki zaman Adəm övladlarının əməllərinin baş verdiyi yerdir. Buna görə də onun çox böyük əhəmiyyəti var və uca Allah ona and içir. Uca Allah, and olsun əsrə ki, həqiqətən insan buyurduqda, fərqi yoxdur, hansı insan olursa olsun, bu hökm istisnasız olaraq hər bir Adəm övladını əhatə edir. Həqiqətən, insan böyük bir ziyan içindədir. Elə bir ziyan ki, ondan sonra heç bir qurtuluş yoxdur. Sonra isə Allah bu hökmdən bəzi kəsləri istisna edərək buyurdu. Yalnız iman gətirənlərdən başqa. Yəni, uca Allaha iman gətirənlər, salih əməl edənlər və bir-birinə haqqı tövsiyə edənlər. Bax, elmin qayəsi və hədəfi budur. Sənin yalnız öyrənməyin kifayət deyil. Öyrəndiklərini yalnız özündə saxlayıb susasan və elmi yalnız özünlə məhdudlaşdırasan. Əksinə, öyrəndinsə, sənə vacibdir ki, öyrədəsən. Lakin ilk öncə öyrəndiyinə özün əməl etməlisən, sonra isə insanlara öyrətməlisən. Bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı tövsiyə edənlərdən başqa. Çünki haqqı tövsiyə edən kimsə əziyyətə məruz qalar. Buna görə də o, həmin əziyyətə səbr etməli və bunun mükafatını Allah Sübhənəhu və Teala'dan ummalıdır.